Ebu Hureyre radıyallahu anhu'dan rivayet olunan hadiste Allah elçisi sallallahu aleyhi ve sellem dedi. Allah öz kuluna buyuracak. Senden yemek istedim, mənə yemek vermedin. Kul diyecek, ey Rabbim, sen alemlerin Rabbi ola ola necə ola bilər ki, məndən yemek istəyəsən? Mən də sənə yemek verməyim. Allah Azze ve Celle buyuracak ki, meğer bilmirsən ki, filan kulum səndən yemek istemiş, sen de ona yemek vermemiştin. Məcər bilmirdin ki, eğer onu yedirtseydin, bunun mükafatını benim yanımda tapacaqdın. Yine buyuracaq, ey Adem oğlu, senden su istedim, mənə su vermedin. Kul diyecek ki, ey Rabbim, sen alemlerin Rabbi ola ola necə ola bilər ki, məndən su istəyəsən, mən də sana su vermeyeyim. Allah subhanehu ve teala buyuracaq ki, filan kulum senden su istemişti, sen ise ona su vermemiştin. Məcər bilmirdin ki, eğer ona su verseydin, bunun mükafatını benim yanımda tapacaqdın. Yine buyuracaq, ey Adem oğlu, mən xəstələndim, sen ise mənə baş çəkmədin. Qul deyəcək, ey Rəbbim, sen alemlerin Rabbi olduğun halda mən necə sənə baş çəkə bilərəm? Allah buyuracaq ki, filan kulumun xəstələndiyini bilirdinmi? Eğer ona baş çəksəydin, bunun mükafatını benim yanımda tapardın. Yaxud məni onun yanında tapardın. Hədisi Buxar rivayet etmiştir.